Hekayələrlə dəyərlər silsiləsi, ədaləti öyrədən hekayələr. Qarışqalar və Sultan Süleyman. Sultan Süleymana nadir bir armud ağacı hədiyyə etmişdilər. Sultan da ağacı sarayın bağçasına əkdirmişdi. Vaxt tapdıqca ağacın yanına gedir, budaqlarına, yarpaqlarına fəxrlə tamaşa edirdi. İllər keçdi, ağac böyüyüb, qol budaq saldı. Ağappaq çiçəklər açdı. Sultan armud ağacının meyvələrini səbirsizliklə gözləyirdi. Armud ağacının gözəlliyi qarışqaların da gözündən qaçmamışdı. Sürü ilə ağaca daraşıb, köklərini, budaqlarını gəmirirdilər. Necə oldusa, ağac bir müddət sonra qurudu. Sevimli armud ağacının meyvə vermədən quruması sultanı çox kədərləndirdi. O elə yəqin etdi ki, armud ağacı qarışqalara görə quruyub. Buna görə də qarışqaları cəzalandırmaq qərarına gəldi. Ancaq yanlış hərəkət etməkdən də çəkinirdi. O, bu məsələ ilə bağlı tanınmış şeyxdən məsləhət almaq istədi. Buna görə də şeyxə 2 misralıq şeir yazıb göndərdi. Ağaca əgər ziyan etsə qarınca, zərər varmıdır qarıncanı qırınca? Yəni, sultan bununla demək istəyirdi ki, qarışqalar meyvəli ağacı qurudarsa, onları öldürmək olar. Şeyx sultanın məktubunu alıb oxudu. Sonra da 2 misralıq cavab məktubu yazdı. Sabah haqqın divanına varınca, Süleymandan haqqın alar qarınca. Yəni, bir gün Allahın huzurunda qarışqa belə öz haqqını sultandan alacaq. Sultan Süleyman şeyxin cavabını alar-almaz qarışqaları öldürmək fikrindən daşındı. O yaxşı bilirdi ki, Allahın yaratdığı heç bir canlıya haqsızlıq etmək olmaz. Hətta balaca qarışqalara belə.